Bu ay bir neçə güclü maqnit qasırğası gözlənilir. Əsas dalğalar ayın əvvəlində və son həftədə müşahidə olunacaq. Sözügedən proses kommunikasiya xətlərinə, süni peyklərin orbitinə mənfi təsir göstərir. Günəşin cənub yarımkürəsində müşahidə olunan böyük ölçülü taj dəliyinin geoeffektiv olması nəticəsində yenidən hardasa 4-5 iyun tarixlərində yenidən G1 səviyyəli geomaqnit qasırğası müşahidə oluna bilər. Qeyd edim ki, hal-hazırda Günəş öz o 25-ci siklinin maksimumundan keçməsinə baxmayaraq, ötən il 2024-cü ildə bu ildə biz kifayət qədər geomaqnit qasırğası müşahidə edəcəyi və 2031-ci ilədək, yəni yavaş-yavaş vaxt keçdikcə bu geomaqnit qasırğalarının sayı azalacaq və Günəşin belə deyək, sakit dövrü başlayacaq, sakit sikl başlayacaq. Həmçinin meteohəssas insanlara da diqqətli olmaq tövsiyə edilir. Belə ki, insan plazmasında iyonların hərəkəti çoxdur. Maqnit fırtınaları da iyonların artıb azalmasına birbaşa təsir edir. Lakin bəziləri qasırğanın fəsadlarını daha çox hiss edir. Geomaqnit qasırğası selektiv olaraq daha çox xroniki xəstəliyi olan insanlara, bunlar kimlərdir? İlk növbədə nevroloji xəstəlikləri olan, yüksək təzyiqdən şikayət edən insanlar, ürək-qan damar sistemi və böyrək xəstəlikləri olan insanlar, eləcə də hamilə qadınlar və kiçik yaşlı uşaqlar özləri bunu hiss etməsə də buna daha çox məruz qalan bir əhali kateqoriyasıdır. Yüksək həssaslıq, qıcıqlanma, arterial təzyiqin artması, ürək döyüntüsü, ümumi süstlük, halsızlıq, bəzən ağlağanlıq, yuxululuq kimi və bunları çox saymaq olar. Belə bir şikayətlərdən maqnit qasırğası zamanı rast gəlmək mümkündür. Yer kürəsində tez-tez müşahidə olunan geomaqnit qasırğalarından qaçmaq mümkün deyil, lakin təsirlərini azaltmaq olar. Belə ki, bu günlərdə vacib işi olmadığı təqdirdə evdən çıxmamaq, elektron cihazlardan uzaq olmaq və bol maye qəbul etmək tövsiyə olunur. Salatin Pirmuradova, Emin Tağıyev, Telesər.